bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV'nin efirində Haqqın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz insani təbiətə xas olan ən ümdə, ən əsas və ən sütun hisslərdən biri olan qorxu hissinə əsir olunmuşdur. Bugünkü qonağımız ilahiyyatçı psixoloq Ramil Əmirovdur. Ramil bəy, xoş gəlmişsiniz. Ümumiyyətlə, qorxu hissi həqiqətən də insanın fitrətini, təbiətini, özülünü təşkil edən 4 əsas hissdən biridir ki, həqiqətən də bildiyimiz kimi həm ifratı var, həm təfriti var, həm dini cəhətdən də mühümliyi var. Amma istərdik bugün həm mənəvi, psixoloji təsirlərini sizinlə müzakirə aparaq, hansı təsirlərə malikdir, ümumiyyətlə əhəmiyyəti nədir, hansı mənfi təsirləri var. Amma ilk sualımız bir giriş xarakterli olsun ki, qorxu hissi nədir? İnsanda nədən yaranır? Bu haqda lütfən. Bismillahirrahmanirrahim. Ümumiyyətlə, bu qorxu mövzusu çox önəmli bir mövzudur, lazımdır, faydalı bir mövzulardandır. İnsanların çoxunda bu qorxu var. Amma çox vaxt bunun fərqində olmurlar. Görürsən ki, imkanlar çatmır gəlsin, fərqli bir seans alsın. Bu nəzərə alaraq bu veriliş həmin insanlar üçün faydalı olacaq. Dinləsinlər, axırda da inşallah bir çıxış yolunu, hər yolunda deyəcəyik Allahın köməyi ilə. Qorxu normal bir hissdir. Ümumiyyətlə, qorxu, təhlükə, insanın təhlükə, itki və ya zərər ehtimalı qarşısında hiss etdiyi bir reaksiyadır. Yəni, bir insan avtomatik olaraq bir reaksiya verir buna. Bu təhlükələr qarşısında. Bu, əslində qalsa Allahın bizə verdiyi böyük bir neymətdir. Qorxu hər bir insanda var və olmalıdır da. Əslində normaldır. Çünki normal qorxunun faydası budur ki, insanı təhlükələrdən, insanı riskli hadisələrdən qoruyur. Bəli. Əgər insanda qorxu varsa, o insan ehtiyatını saxlayacaq. Diqqəti daha da artar. Ki, mən ehtiyatını davranıram, daha diqqətli olmalıyam. Bu əslində normal qorxudur. Amma qorxu nə zaman pis, zərərli olur? Həddindən artıq çox qorxu olanda, ifrat həddə bu insan normadan çox olanda, real təhlükə olmayanda. Adətən insan real təhlükə görəndə beyin avtomatik siqnal verir ki, burada təhlükə var. Bu normaldır. Amma bəzən real təhlükə olmayanda beynin verdiyi reaksiya bu artıq normal qorxu deyil. Və bu da insanda narahatçılıq yaradır. Bəli. Ümumiyyətlə, qorxu olan insanlar, o insanlar ki, qorxuları yüksəkdir, o insanların həyatı məhdudlaşır. Görürsən, qapanır evə, evdən sonra çıxmaq istəmir. Məhdud yəni, yerdə yaşayır. Bu, normal olmayan qorxulardır. Və qorxu necə yaranır insanda? Qorxu yaranan zaman insan beyinə siqnal gəlir, başlayır, onda ürək sürətlə döyünür. Nəfəs darlığı yaranır, nəfəs alma çətinləşir. Bədəni titriyir, ürəyi yerinə çıxmaq istəyir, mən öləcəyindən qorxur, dedim, baxın, indi öləcəyəm, indi halım pisləşəcək, iflic olacaqam. Bu, artıq insanda qorxunun yaranmasını göstərir. Amma qorxunun yaranması nələr səbəb olur? Bu, önəmlidir. Mən hardan bildim ki, məndə qorxu necə yaranır? Bunu bilməliyəm. Nələr səbəb olur ki, məndə qorxu yaranır? Bunda bir neçə səbəbi var. Onların bir neçəsini, çoxlu səbəbləri var, bir neçəsini qeyd etmək istəyirəm. Birinci səbəb uşaqlıq təcrübələrdir. Əgər insan uşaqlıqda bunu yaşayıbsa, adətən fərdi seanslarda buna şahid oluram ki, o insanlarda ki, qorxu var, onu qayıdır uşaqlığına. Onun uşaqlığını analiz edəndə, valideynlərlə olan münasibətini, ailə münasibətini insan analiz edən zaman görür ki, sərt davranış ailədə böyüyür o uşaq. Avtoritar ailədə, ciddi rejimli ailədə. Belə ailədə böyüyən uşaqlarda qorxu olur. Uşaq vaxtı qorxudulan uşaqlar. Məsələn, valideyn daim uşağı qorxudur. Hansısa bir heyvanla, hansısa bir gözə görsənməyən varlıqlarla çox qorxudulan uşaqlarda qorxu yaranır. Və yaxud da tənqid olunmaq qorxusu. Məsələn, deyir ki, mən uşaq vaxtı bir səhv edən kimi valideyn tənqid edir. Bunda bu qorxu yaranır ki, mən nə vaxt səhv edə bilərəm. Bəli. Bunda qorxu yaradır. O səhv etmək qorxusu. Bu, uşaqlıq dövrünə qaydanan keçən qorxudur. Oradan yaranan bir səbəbi. Digər bir səbəbi travmatik hadisələrdir. Travma, yəni insanın, belə deyək, öhdəsindən gələ bilmədiyi hadisələr.
o hadisələr ki, bunun ötəsini gələ bilmədiyi hadisələrdir. Onu həll edə bilmədiyi hadisələr. Buna bir travmatik hadisə yaradıb, travma yaradıb. Və bu onda onun psixikasında güclü təsir qoyur. Məsələn, keçirdiyi qəza. Bəli. Maşın qəzası. İnsan ki, məsələn, bir qəza keçirir, hər dəfə o yerin içində o qorxu hissi yaşayır. Və yaxud da yanğın, yanıq. Yanğın, bəli. Yanğınla üzləşibsə. Və yaxud itki, ani bir itki olub həyatında. Valideynlərini itirib, yaxud yaxınlarını itirib, əzizini, övladını itirən insanlarda o qorxu yanır. Düşünür nə vaxtsa yenə itirə bilərəm. Onda o travmatik bir hadisə yaradır. Bu həll olmalıdır. Həll olunmasa, görən zaman keçsə bunda panik atak yarada bilir və yaxud fobiya yarada bilir. Çünki zamanında bu travma həll olmuyor. Və yaxud xəyanət görmüş insanlarda. Dostlarından, ailə üzvlərindən xəyanət görübsə, o insanlar həmişə bu qorxunu yaşayırlar ki, nə vaxtsa yenə bunu yaşayacaq. Bu travmatik hadisələrlə bağlı olan qorxulardır. Yəni bunun nə üçün mən deyirəm bu səbəbləri? İnsanlarda bir fərqində yaransın. Bilsin ki, məndə qorxu nədən yaranıb, nə vaxt yaranıb, nə səbəbdən yaranıb. Onu bilmək üçün bunu maariflənmələri lazımdır. Ramil bəy, bir əlaqəli sual vermək istərdik sizin çıxışınızın elə bu mühüm nöqtəsində. Ümumiyyətlə, çünki mövzumuzdan çox mühüm əlaqəsi var. Ümumiyyətlə, travma mövcuddurmu, yoxsa travmada yaşanılmış sadəcə olaraq bir mənfi halqadır? Yəni, travmanın özünün bir fenomen kimi biz qəbul edə bilərikmi, yoxsa o da sadəcə bir etapdır? Travma, bayaq qeyd etdiyim kimi, travma insanın yaşadığı hadisələrdə aldığı bir zərbədir. O, məsələn, insan ona əgər həll edə bilirsə, onun beynində bir travma olaraq qalmır. Bəli. Amma həll edə bilməyib, gücü çatmayıb, bunu həll eləsin. Onun zehnində şuraltısında qalır. Bir fenomen kimi qalır zehnində. Və o zaman o təsirini göstərir. Düzdür, həll olunmayan travma yoxdur, həll olur. Əlbəttə. Amma insan özü həll edə bilmir. Əgər özü həll edə bilsə, o keçib yezək. Amma çox adam deyir, mən travmaları qəbul eləmirəm. Bu boş şeydir. Bəli, mütəxəssislər də var bu cür. Deyirlər. Əgər bu boş şeydirsə, qəbul olunmursa, bəs niyə onda o travma qalır? Məsələn, deyir ki, nə vaxtsa bu güclü bir qorxu keçiribsə, məsələn, avtoqaza keçiribsə, amma hər dəfə o yerin keçəndə onu yaşayır. Əgər qalmayıbsa. Və yaxud maşın sürür, avariya edir, qəza keçirir və o daha maşın sürə bilmir. Bəli. Maşın otururdan ayağı titrəyir, əlləri əsir. Əgər bu travma yaşamayıbsa, bəs niyə maşın sürə bilmir? Niyə bunda bu qorxu var? Və yaxud nə vaxtsa xəyanətlə üzləşibsə, ailəsi dağılıbsa, sonradan ailə qura bilmir. Bəli. Deyir, qorxuram ki, nə vaxtsa bunu yenə yaşayacaqam. İnamı etibarı sarsılır. Etibar sarsılır, inamı itib. Bəli. Əgər bu travma yoxdursa, niyə bunda bu hal var? Travmada yüngülü var, ağrı var da. Ağır travmalar o həll olmayan problemlərdir də. Onun şuraltısında qalıb. Bəli. Onu da yenə deyirəm, bir neçə seansda onun aradan qaldırmaq mümkündür. Buna görə psixologiya travmanı qəbul edir. Bu var, olan bir şeydir. Bunu aradan qaldırmaq üçün yollar, metodları var. Sadəcə insanlar elə bilirlər ki, bu keçib gedir, amma müəyyən situasiyalarda üzə çıxır. Sadəcə olaraq rəngini dəyişir. Ona görə çıxa bilmir. Rəngini dəyişir, formasını dəyişir. Məsələn, belə bir o vaxt mən belə bir şey oxumuşdum, yəni ustaddan eşitmişdim ki, məsələn, nə vaxtsa dediyiniz usulda düşdü, travma alırsa, bu travma gedir şuraltıya. Məsələn, tutaq ki, qəza ilə bağlı, ya xəyanətlə bağlı, ani itki ilə bağlı. Məsələn, mən adətən mənim qəbuluma gələn insanlara görürəm ki, bu panik atak yaranır. Deyirəm, mən bilmirəm bu məndə niyə yaranır. Axı bizdə belə bir şey yoxdur da, nəsildə belə bir şey olmayıb. Nə vaxtsa güclü qorxu keçirib bu. Bu qorxu keçirib, bu qorxu ötüb gedib. Unudub. Bu gedib şuraltıya. Gedib şuraltıya. Şuraltıda elə ki, şuraltıda getdi. Şuraltında bir qapısı var da. Bəli. O qoruyanları var. Onlar ki, onu daha geri buraxmırlar. Düşdün ki, şuraltıya daha geri buraxmır onu. O nə edir? O da rəngini dəyişir. Rəngini dəyişəndən sonra artıq o panik kimi çıxır çölə. O bir qorxuyla getmişdi içəri. Orada qalmışdı, çıxa bilmirdi oradan. O rəngini dəyişdi, panik atak kimi çıxdı üzə. Rəngini dəyişdi. Amma o travma həll olmamışdı deyə qalmışdı şuraltısında. Ona görə buna diqqət edəsinlər, bizi dinləyənlər. Digər bir səbəb mənfi düşüncə təsiridir. Bu da necə olur? Şişirdilmiş, fəlakətləşdirilmiş formada olur. Məsələn, adi məsələn, mütləq pis bir şey olacaq.
hələ pis bir şey gözləyir. Deyir, mən yaxşı gözləyə bilməm, mən pis bir şey gözləyirəm. Şər deməsə xeyir Şey gəlməz. gəlməz. Artıq o da mənfi düşünüb ki, hər bir şey şişirdir, böyüdür. Mənfi tərəfdən. Məsələn, hamı məni tənqid edəcək və yaxud mən bunu bacaramayacağam, mənim ötəsinə gələ bilməyəcəm. Bunda o özünə bir qorxu yaradır, panik yaradır. Digər bir səbəb şuraltı qorxulardır, bayaq qeyd etdiyimiz kimi. O səbəbi məlum olmayan qorxulardır, şuraltı qorxular. Bunlar da adətən nə olur? Tərk edilmə qorxusu. Məsələn, adətən görürsən, valideynlər bunu deyir uşağına ki, bax, səni qoyub gedəcəyəm, ana, səni atacağam, nə bilim. Və yaxud valideyn həqiqətən ana uşağını qoyub gedib, nə vaxtsa. Bu onda şuraltında yaranır ki, mən nə vaxt tərk edilə bilərəm. İndi, məsələn, o vaxt bunu yaşayıb, keçib gedib, sonra ailə qurub, qorxub yollaşıb, nə vaxtsa qoyub gedəcək. Bu tərk edilmə qorxusudur, bu şuraltıdadır. İnsan bəzən bunun fərqində olur. Bəli. Və yaxud rədd edilmə qorxusu. Məsələn, məni qəbul etməzlər. Bu baxımdan məsələn valideynlər deyib, məsələn dərs oxumazsan səni məsələn falan şey gözləyir. Ya sən bizim övladımız deyilsən. Özü yaxşı aparmasa uşaqlar evinə verəcəksən. Ay sağ ol. Bu cür sözlər bunda bu şuraltı öz yerinə eləyib ki, bu qorxur ki, nə vaxtsa bu qəbullanmaz. Hamı bunu rədd edəcək. Nə bilim, universitet qəbul etməsə valideyn tərəfindən məsələn qəbul olunmayacaq. Nə bilim, yaxşı bir övlad olmasa, yaxşı həyat yoldaşı olmasa qarşı tərəf bunu qəbul etməyəcək. Rədd olma qorxusunu yaşayan insanlar. Bəzən bunu fərdi seanslarında və ya təlimlərdə deyirlər ki, nəsə mən narahatam, səbəbini bilmirəm, bəlli deyil, təşvişliyəm, həyəcanlıyam, səbəbini də bilmir. Amma seans zamanı üzə çıxır ki, bunda rədd edilmə, yaxud tərk edilmə qorxusu var. Bu da bir əsas səbəblərdən biri budur. Digər bir səbəb öyrənilmiş qorxulardır ki, bunu həmişə deyirik. Yəni bu adətən bu necə olur? Övladlar valideynlərindən bunu öyrənirlər. Valideyn məsələn qorxu yaşayır. Bəli. Valideyn övladın gözünün qarşısında bu qorxunu yaşayır. Uşaq ondan baxıb bunu öyrənir. Bəli. Və yaxud televizordan, izlədiyi filmlərdən, sosial şəbəkələrdən, multfilmlərdən, oradan baxır, bunda qorxu yaranır. Özü də uşaq bilmir ki, niyə qorxur. Bəzən olur bir Murad demiş bir uşaq, 8 yaşlı uşaqdır, qorxuları vardı. Ki bu da baxdığı filmlərdən bunda yaranmışdı. Bir neçə seansda onun qorxusu həll oldu. Onda özgüvən yarandı, özgüvənli oldu uşaq. Yəni bu öyrənmişdi, baxmışdı, görmüşdü, öyrənmişdi. Bu səbəblər bizdə nə edir? Bizdə qorxunu yaratmaq üçün əsas səbəblər, amillərdir. Bunlar aradan qaldırılandan sonra qorxu öz həllini tapır. Çox təşəkkür edirik sizə təfərrüatlı cavablamaya görə. Ramil bəy, ümumiyyətlə hər bir anlayışın, əsas anlayışların növləri olur. Bəs qorxunun da növləri varmı? Varsa da hansı növlərə bölünür, hansı kateqoriyalara sahibdir? Bu haqda lütfən. Bəli, qorxunun da növləri var bildiyimiz kimi. Qorxunun yenə də növləri çoxdur, amma biz bir neçəsini qeyd etmək istəyirik. Biri real təbii qorxudur. Yanğından qorxmaq, təhlükəli yerlərdən qorxmaq bu təbiidir, hamıdan var və olmalıdır. Əslində birinin qorxusu olmasa bu təhlükəlidir. Adam var, belə insanlar var ki, siz də tanıyarsınız. Deyir, mən ümumiyyətlə qorxuma da yoxdur. Bəli. Heç qorxumdur yoxdur. Bu pisdir əslində. Real təbii qorxu olmalıdır ki, biz özümüzü qoruyaq. Bu qorxunun bir növüdür. Digər bir qorxu nefrotik qorxudur. Bu önəmli qorxulardandır. Bu real olmayan təhlükələrdən qorxmasıdır insanın. Bu qorxulara panik atak qorxusu şamildir. Nefrotik qorxulara. Ki, yəni insan real olmayan şeyləri düşünərək özündə qorxu yaradır. Hətta bəzən düşünməyərək də. Bəli. Artıq şuur altında. O tərəfdə şuur altında olur. O düz deyirsiniz. Bəli, bu çox vaxt narahatlıq və təşvişdən müşahidə olunur. Məsələn, hər şeyi şişirtmək, böyütmək, ay mən öləcəyəm. Məsələn, o necə olur? Mən öləcəyəm, mən iflic olacağam, mənim başıma pis şey gələcək. Bəli. Bax, budur, belə bir şey yoxdur ya. Sadəcə bunu o qədər böyüdür. Real olmayan qorxunu özündə yaradır, panik yaradır. Panik atak da iki cür olur. Bir panik düşüncədə olur, bir panik atak o yaşadığı bir his, bir haldır. Məsələn, panik budur ki, beyində var. Ölməyim, nə bilim, başına bir hadisə gəlməsi, boğulmağım, iflic olmağım. Bunlar düşüncədədir. Bir də var panik atak. Bu ani gəlir insana. Məsələn, bir anın içində insanın ürəyi döyməyə başlayır, əli əsməyə başlayır, boğulma hissi gəlir, halı pisləşir, qaçmaq istəyir. Ümumiyyətlə, insanın qorxuya reaksiyası ən çox iki halda olur. Ya qorxudan qaçırsan, ya da qorxuyla mübarizə aparırsan. Bəli. İki halda baş verir. Ya da donub qalırsan, heç bir reaksiya verə bilmirsən. Bu üçüncü bir haldır. Bu nevrotik qorxudur. Bu nevrotik qorxuya aid olan bir şeydir. Bu önəmdə insanlardan çox rast gələn bir haldır bu.
Üçüncü qorxu fobiyalardır. Fobiyada insanın belə deyək, müəyyən bir şeyə qarşı insanda şiddətli qorxulardır. Məsələn, müəyyən məkanlara qarşı, qapalı məkanlara qarşı. Məsələn, adam var ki, liftdə qala bilmir. Bəli. Adam var görsən qapalı bir yerlərdən qaçır. Klaustrofobiya. Məsələn, metrodan qaçır, bəli. Və yaxud tək otaqda qala bilmir. Bu da ola bilir. Bunlar hündürlük qorxusu ola bilər. Məsələn, hündürlükdən qorxur, qalxa bilmir. Bu fobiyalardır. Bunlar da bəzi insanlara rast gələn qorxulardır. Bu da nə vaxtsa o hadisə görür və yaxud yaşayıb bunu, onda o qorxu yaranır. Bu qorxu, bu da bir çox insanlara var. Bu adına bunlar hündürlüklər çıxmırlar, hündürlüklər qaçırlar, hündür binalarda yaşamaqdan qorxurlar və yaxud metroya minə bilmirlər. Bu da o qorxulardan biridir. Digər dördüncü qorxu sosial qorxudur. Bu nədir? Bu qorxu insanlar qarşısında tənqid olunma qorxusudur, ünsiyyət qorxusudur. Məsələn, belə insanlar cəmiyyətə çox çıxmazlar, evə çox qapanarlar, tənqid olmaqdan qorxarlar, danlamaqdan qorxarlar, insanlar qarşısında danışmaqdan qorxurlar bu insanlar. Utanmaqlıq və ya səhv etmək qorxusudur. Bunlar sosial qorxudur. Görsən, ailələrdə olur, ünsiyyətlərdən qaçırlar, ünsiyyət problemi yaşayırlar bunlar. Digər bir qorxu da var, 5-ci qorxu, obsessiv qorxulardır. Bu, düşüncə əsaslı qorxudur. Bu, adətən çox düşüncədə olur. Məsələn, bu, çox görmüşəm bunu, kiməsə zərər vermədən qorxur. Deyir, mən övladıma zərər vermədən qorxuram, özümə zərər vermədən qorxuram. Bu obsessiyalarda, bu da çox yayılmış qorxulardan biridir. Xəstəlik qorxusu, xəstələnə bilərəm. Ancaq beyninə belə şeylər düşünür də. Bu qorxular obsessiv kompulsiv qorxusundan bağlıdır. Sadəcə bu insanlar çox adamın fərqində olmur. Deyir, mən niyə beləyəm? Mən əlimə bıçaq götürəndə qorxuram ki, nəsə övladıma nəsə edə bilərəm. Yoldaşıma nəsə edə bilərəm. Bu obsessiv qorxulardır. Bu qorxuların da həll yolları var. Bunların da düzdür, insan bəzən özü bacarmır bu nəticə gəlməyə. Mütləq bu zaman psixoloji dəstək almalarını tövsiyə edirəm. Bu qorxuların növləri dişisini nəzərdə çatdırır. Çox təşəkkür edirik sizə bu təfərrüatlı cavablamaya görə. İnanırıq ki, tamaşaçılarımız üçün də çox faydalı olacaq. Onlar da özlərində, öz həyatlarında sizin çıxışınızdan fayda götürəcəklər. Minnətdarıq sizə. Dəyərli izləyicilərimiz, qısa fasilədən sonra yenidən sizinlə birgə olacağıq. Bizi izləməyə davam edin. Dəyərli izləyicilərimiz, siz Haqqın Sədası proqramını izləyirsiniz. Bizim bugünkü mövzumuz qorxulara əsr olunmuşdur. Qonağımız isə ilahiyyatçı psixoloq Ramil Əmirovdur. Ramil bəy, istərdik müzakirəmizin davamında mənsubu olduğumuz, həqiqətən dünyanın, bəşəriyyətin tarixində ən kamil din olan İslam dini baxış bucağından mövzumuza yanaşaq. Ümumiyyətlə, İslam dininə görə, Quran-Kərimə görə, Peyğəmbərin sünnəsinə görə insanda mövcud olan qorxular barəsində ümumiyyətlə nələr qeyd olunmuşdur, nələr tövsiyə olunmuşdur? Ümumiyyətlə bu haqda məlumat verərdiniz. Bu çox önəmli sualdır. Bu barədə bir qədər geniş danışım. İslamda qorxu anlayışı biraz fərqlidir. Bəli. İslam qorxunu ümumiyyətlə iki yerə bölünür. Məntiqli müsbət qorxular var. Bəli. Məntiqsiz, zərərli, faydasız qorxular var. Bunlar özündə 5 qismə bölünür. Birinci qism qorxu, xofullah ilə Allah qorxusudur. Bu, insan Allahın əzəmətini dərk edərək Allahdan qorxur. Bu, ən gözəl qorxu növüdür. Bizə ki, Quranda Allah buyurur, İnnəmə yaxşəllaha min ibadihil uləma. Allahdan yalnız alim, bəndələr içində alimlər qorxur. Yəni, alim olasan ki, qorxum dərk etsin. Nəyə qorxuram da mən? Allahın əzəmətini, böyüklüyünü dərk edərək qorxmaq. Bu, ən üstün qorxudur. Düzdür, bəzən cəmiyyətdə bu çox yayılır ki, insan Allahdan qorxmamalıdır. Allah yalnız sevməlisən. Allah ancaq sevgi, din dinimizdə sevgi dinidir, məhəbbət dinidir. Bu qorxu zad olmamalıdır. Bu, yanlış təbliğatdır. Mən bunu həmişə deyirəm. Çünki bunlar insana həm qorxusu olmalıdır Allahdan, həm Allahı sevməlidir. Bəzən bu misalı gətirirlər ki, Həzrəti Əlinin bir hədisi var. Allaha ibadət edənlərlə bağlı ki, Allaha ancaq bir qism insanlar Allahı sababa görə Allaha ibadət edənlərdir, ümiddən ibadət edənlər. Bunlar tacirlərdir. Bəziləri
Allahın qorxusundan ibadət edirlər, bunlar qulların ibadətləridir. Bəziləri yalnız Allahın özünə görə, Allahı sevərək, Allahın özünə görə ibadət edənlərdir. Bunlar ən yaxşı ibadət edən bunlardır. Düzdür, insan Allahı sevib Allah'a ibadət etməlidir. Ancaq Allahı sevib Allah'a itaat etməlidir. Bu gözəldir. Amma hamı da belə deyil. Bəli. Bəzi insanlara sevgi tam yetmir. Bəzən insanların sevgi insanı arxanlaşdırır, insanı təkəbbürləşdirir. İnsanın qorxusu da olmalıdır. İnsanın qorxub Allah'a ibadət etməsi də lazımdır. Bu da gözəldir. Yəni Allahın əzəmətini dərk edib, Allah'a ibadət edib, Allahdan qorxmaq bu insan neyinir? Bu insanda insanı islah edir, insanı günahdan uzaqlaşdırar. Bunun da hepsi ki, mən Allahın əzəmətini dərk edib, Allahdan qorxuram, günah eləmirəm. Özümü islah eləməyə çalışıram. Bu ən gözəl qorxudur. Digər bir qorxu var İslamda, bu da gözəldir. Günahın nəticəsindən qorxaraq ibadət etmək. Mən bilirəm ki, mən bu günah eləsəm, bunun nəticəsi pis olacaq. Bunun nəticəsindən qorxaraq mən Allah'a ibadət edirəm və günahdan çəkinirəm. Bunun nə pisdir ki? Çünki insan bəzən günah edir, amma nəticəsini düşünmür. Quranda da bu məzmunda ayələr var ki, sizə üz verən müsibətlərin, başına gələn müsibətlər elədiyiniz günahların ucbatındadır. Yəni Allah çoxunu keçir, bağışlayır. Bu məzmunda Quranda ayə var Şura surasında. Yəni mən bilirəm ki, mənim elədiyim günahların bir nəticəsi olacaq. Bundan qorxaraq mən bu işdən çəkinirəm. Üçüncü, axirət və hesab gününün qorxusudur. Məsələn, mən bilirəm ki, mən bu günahı burada elədim. Qiyamət günündə bunun bir hesabı, kitabı olacaq ki, mən də bu günahı niyə elədim? Bu əməli niyə elədim? Qiyamət günündə Allah bir hesab verəcəyəm. Bunu düşünərək mən qorxaraq günah eləmirəm. Əməllərimi düzəldirəm. Çünki bəzi insanlar düşünür, yalnız bu dünya var. Yalnız bu dünya yaşamalıyıq. O axirətini düşünən o qədər də yoxdur. Hesab gününü düşünən yoxdur. Amma insan hesab gününü düşünərək qorxaraq Allahdan günahdan çəkinirsə, bu gözəldir, bu yaxşıdır. Dördüncü qorxu bu təbii dünya qorxusudur ki, insan təhlükədən qorxursa, pis, məsələn, bilir ki, mən təbii təhlükəli işlərdən çəkinməliyəm. Bu təbii qorxudur, bu real qorxudur. Bunu din dedi ki, bəli, mən özümü maşına atıb qabana atmamalıyam, mən özümü yanğına atmamalıyam, mən özümü təhlükə atmamalıyam, bundan qorxmalıyam. Bu təbii qorxudur. Beşinci qorxu, önəmli qorxudur, bu batil və vəsvəsə qorxulardır. Bu da İslamda bəyənilməyən qorxudur. İslam bunu məzəmmət edir, bu qorxunu. Məsələn, əsassız şübhələr, hədsiz qorxular, gələcəklə bağlı olan qorxular və bəzən bu inanc səbəb olur, batil inanclar bu qorxunu yaradır insanda. Məsələn, üç hərfli varlılardan qorxmaq, belə bir şey olacaqsa, heç qorxmaq lazım deyil. İnsan deyir, oradan qorxmaq lazım deyil, amma insanlar görən cinlərdən, qeyri-adi varlılardan qorxurlar, batil inanclardan, vəsvəsə fikirlərdən. Bu adətən bu gətirib çıxarıb psixoloji problemlər artıqdır. Bu qorxuları İslam məzəmmət edir, bu qorxulardan çəkindirir İslam. Amma insan necə olmalıdır? İslamın əsas meyarı, əsas prinsipi həm qorxu, həm ümid. İnsan həm Allahdan qorxmalıdır, həm də Allaha ümid eləməlidir, ümidlə yaşamalıdır. Necə ki, hədisdə İmam Əlinin gözəl bir hədisi var. Deyir, əgər müminin qorxusu ilə ümidi tərəziyə qoyulsa, bir-birinə bərabər olar. Əgər müminin qorxusu ilə ümidi tərəziyə qoyulsa, bir-birinə bərabər olar. Yəni, həm qorxusu var, həm ümidi var. İkisi balanslı şəkildə olacaq. Yəni, əgər insan yalnız Allahdan qorxsa, bu nə olacaq onda? Ümidsiz və depressiv halda yaşayacaq. Yalnız qorxunu yaşayır. Və yaxud, əgər Allaha sevsə, ümidlə yaşasa, qorxusu olmasa, onda nə olacaq? Onda arxayınlıq, özünə razılıq, günaha meyillik. Olsa Allah məni sevir də, məni bağışlayacaq. Günaha meyilli olacaq, günah edəcək. Bunun ikisi də yanlışdır. Ona görə İslam balanslaşdırılmış mövqe tutur ki, həm qorxu olsun, həm ümid olsun. O zaman insan həm Allahdan qorxacaq, həm Allahın rəhmətini ümidinə yaşayacaq. Allah məni bağışlayacaq. Bu balanslaşdırılmış qorxu ilə ümid İslamda bəyənilir və İslamın əsas prinsiplərindəndir. Çox minnətdarıq sizə. Ümumiyyətlə, qorxu hissinin hansı əksərən mənfi qaynaqlardan qaynaqlandığını qeyd etdiniz. Elə bu səpkidə biz yanaşsaq, ümumiyyətlə, qorxu hissinin hansı zərərləri mövcuddur insan üçün? Yəni, adətən insanlar o zaman öz qorxularına çare tapmaq istəyirlər ki, onun zərərlərini görürlər. Bəli. Çox adam onun zərərinin fərqində olmur. Məsələn, deyir, yəqin həyat belədir, belə də olmalıdır.
qorxunun zərərlərini biləndən sonra ya həkimə gedir, ya da ki, psixoloqa müraciət edir. Adətən qorxular çox vaxt həkimin müalicəsində düzəlmir. Həkimin yazdığı dərmanlar, istər panik atak olsun, istər fobiya olsun, sadəcə müəyyən müddət sakitləşdirici rol oynayır. Əsas onun kökündə psixoloji travmalar, psixoloji problemlər durur. O şəkildə müalicə olunmalıdır. O köklü şəkildə müalicə olmalıdır ki, bunun zərərlərini aradan qaldıraq. Adətən qorxusu olan insanlarda nə olur? Daim təşviş, daim narahatlıq, gərginlik, adətən deyir, mən narahatam, mən gərginəm, stresli olurlar, huzurları olmur, aramlıqları olmur, daim şişirdirlər, böyüdürlər, öz güvənləri aşağı olur, özünə güvənmirlər. Bunlar psixoloji tərəfləridir. Sonra insanlarda bəzən qorxu, depressiv hal yaşadır, obsessiv kompulsiv pozuntu yaradıb çıxada bilir bu qorxular, panik atak yaradır. Bu psixoloji tərəflərdir. Fiziki zərərlər budur, ürək döyüntüsü çoxalır, bədəndə narahatlıqlar yaradır, nə bilim, təzyiqi yüksəlir, yuxu problemi yaradır. Adətən qorxulu insanların yuxusu olmur. Yəni, az yatırlar, ya məsələn, adam var deyir ki, mən ancaq saat sübh namazdan sonra yata bilirəm. O vaxt kimi yata bilmirəm, yox səhər yuxuya gedə bilmirəm. Çünki qorxu imkan verir yatmağa. İştaha pozğunluğu yaranır, yeməyi, iştahsızlıq yaranır, yemək yemək istəmir. Bunlar onun fiziki tərəfləridir. Sonra qərarsızlıq, tərəddüd yaradan insanlar qərar verə bilmir. Bilmir necə qərar versin. Hər hansı məsələdə qərar verməkdə çətinlik çəkir. Bu da qorxunun zərərlərindəndir. Sonra insanlardan qaçır, münasibətdən qaçır, özünə qapanır, evə girib çıxmaq istəmir. Bunlar qorxunun zərərli tərəfləridir. Onun mənəvi tərəfləri də var da, insanlarda mənəvi boşluqdur, ümidsizlik yaradır, nə bilim, təvəkkül məsələsində zəiflik edir. Bunlar qorxunun ziyanlı tərəfləridir ki, qısa şəkildə nəzərdə çatdırdım. Ramil bəy, inanırıq ki, proqramımızın bu məqamında elə tamaşaçılarımızda da bir həqiqətən də məntiqli sual yaranır ki, elə istərdik bu suala səsləndirək ki, ümumiyyətlə insan qorxu hissindən necə xilas ola bilər? Bəli, bu ən önəmli hissədir. Adətən insanların bəzən görürsən deyirlər ki, müraciət edirlər ki, mən problemi nə vaxt alınacaq? Bizə seans alınacaq. Deyirəm, bu zaman məsələsidir, bu deyilənləri etmək məsələsidir. Bu məsələ birdən-birə yaranmıyor ki, bir dəqiqə həll olsun. Bu zamanla yığılmış bir qorxudur. Bu biraz zaman aparar. Yəni, zamanla da həll olan bir məsələdir. Amma qorxu elə bir problemdir ki, həll olan problemdir. Biz qorxunu tam yox edə bilmərik. Bəli. Məsələn, adam düşünür ki, deyirəm, mən elə eləyim ki, məndə heç qorxu olmasın. Bu mümkün olan bir şey deyil. Qorxu təbii hissdir, normal bir hissdir, vacib olan bir hissdir, hər birisində var. Biz sadəcə nə edirik? Onu idarə edirik. Bəli. Qorxunu idarə etməyi öyrənməliyik. Əgər idarə etməyi biz bacarsaq, rahat şəkildə onu idarə edə bilərik. Birinci əsas addım məsələdə qorxunun mənbəyini tapmaq. Qorxu haçan, nə vaxt, harda yaranır məndə? Bəli. Mən nədən qorxuram? Mənim bu qorxum realdır ya ehtimal? Real hadisələrdən qorxuram ya ehtimal verirəm? Ehtimal olanda. Bu sualları cavablandırmaq lazımdır ki, mən nədən qorxuram? Qorxduğum realdır və ya ehtimaldır? Çox vaxt ehtimalla qorxurlar, real olmur qorxular. Bunun fərqinə varmaq. İkinci bir yol, metod qorxulu düşüncəni dəyişmək. İnsan öz düşüncəsini dəyişməlidir. Adətən o düşüncə dəyişiləndə qorxu da aradan qalxır. Məsələn, mütləq pis bir şey olacaq. Bu düşüncəni dəyişmək. Bu, mən dediyim bu ehtimaldır. İnşallah ki, belə bir şey olmayacaq. Sadəcə bu ehtimaldır. Mənim verdiyim ehtimaldır. Əgər olsaydı ne kimi olacaqdır? Olmayacaqdı, belə olmayacaq. Öz düşüncəsini dəyişəcək. Mütləq baş verəcək bir şey yoxdur. Bu olacaq. Sadəcə bir ehtimaldır. Bəli. Üçüncü, qorxudan qaçmamaq. Bəziləri qaçış mövqeyində olurlar da. Qorxu olan kimi ya məkənini dəyişir, ya yerini dəyişir, ya məsələn insanlardan qaçır. Qaçmaq, o hədislərdə var, qorxduğunun üzərinə get. Belə bir hədisimiz də var da. İnsan ona mübarizə aparmalıdır. Qorxudan qaçmamalıdır. Qorxudan qaçsan, o problemin həllini tapmayacaq. Ona görə qorxunun üstünə qaçmaq lazımdır, üstünə getmək lazımdır. Kiçik addımlarla, təkrar addımlarla qorxunun üstünə getmək lazımdır. Ona qorxu aradan qalxacaq. Dördüncü bir yol bədəni sakitləşdirmək. Adətən qorxulu insanlar, qorxu canlı olan insanlar bədənləri gərgin olur, narahat olurlar. Nəfəs texnikası ilə, bunu mən hamıya məsləhət görürəm,
nəfəs alıb vermək. İnsan dərin nəfəs almalıdır. 4 saniyə almaq, 4 saniyə saxlamaq, 6 saniyə nəfəs vermək. Bu nə edir? İnsanın bədənini sakitləşdirir. Əsas metodlardan biri budur. Sonunda bir metodda deyim, diqqəti həmin düşüncədən yayındırmaq. Məsələn, qorxu gəldi, panik gəldi. O an insan düşüncəsini yayındırsın. Bir işlə məşğul olsun, həyata düşsün, nə bilim, təbiətə çıxsın, bir insanın içində girsin, bir nəyisə televizora izləsin, öz diqqətini bu yerlərdən yayındırsın. Yəni ona müsbət şeylər, bəxş edəcək şeylərə doğru getsin. Bəli. Əgər adətən bu panik atak tək olan vaxtı çox gəlir. Bəli. Tək oturulmuşsan, axşam vaxtı çox olur bu. İnsan oturur, bir anlıq gəlir insana o his. O an durub müsbət bir işlə, bəli, əvvəl ya gedib birindən danışmalıdır, ya bir işlə məşğul olmalıdır, başına bir şey qatmalıdır ki, bu ondan uzaqlaşsın. Bu yerlərdən, yəni bu qorxu ondan uzaqlaşsın. Dediyim bu metodlar qısa metodlardır. Düzdür, əslində bu yəni fərdi individual şəkildə işlənilsə daha çox tez həll ola bu məsələ. Amma bizim dediyimiz ümumidir. İnsanlar ki, buna əməl edə bilsələr, müəyyən qədər insanlara köməyə dəyəcək bu metodlar. Bura kimi dediklərim, bunlar psixoloji yöndən həll yollardır. Yenə deyirəm, bu gərək əməl olunsun. Əgər bir insan özü bunun ötəsinə gələ bilmirsə, çox vaxt, məsələn, insanlar deyirlər ki, mən bunun ötəsinə özüm gələ bilmirəm. Təbii ki, özü gələ bilsəydi, indi kimi həll olardı. Əlbəttə. Adətən evdə dərmanlarda istifadə edirlər. O dərmanlar xeyri də var, ziyanı daha çoxdur. Heç vaxt dərman kökü bunu həll eləmir. Çünki adətən qorxusu olan insanlar, panik atak olan insanlar təşvişli olurlar. Onlar özləri belə deyəndə bunu həll edə bilmədiyi görə də qaçırlar, ya həkimə qaçırlar, ya da ki bir psixoloqa müraciət edirlər həll etmək üçün. Amma bəzən də bu dindarlarda da bu çox olur. Yəni dini cəmiyyətdə də görürsən ki, dindardır, mömindir. Bunlarda bu hal olur. İndi bəzən deyirlər ki, axı bir insan dindardır, mömindir. Niyə bunda bu hal olsun ki? Dindarda qorxu olmamalıdır, panik atak Zəhni olmamalıdır. gələn olur ki, daha da aram olmalıdır. Bəli, çünki dindar insan, mömin insan, Allahı ibadət edən insanlar, onlar dünya və axirətini bilirlər, axirət inancları var, Allah inancı var. Onlar nədən qorxmalıdırlar ki? Niyə ölümdən qorxmalıdırlar? Niyə? Bəzən bunlar o zaman olur ki, bizim imanımız zəif olanda, etiqadımız zəif olanda və yaxud belə deyək də psixoloji nə vaxtsa travma almışıq, o köklü formada həll olmayıb deyə bu namaz da qılır, bunda yanılır. Bəzən deyirlər, mən namaz da qılıram, Allah yalvarıram, deyim, ilahi, nə olar bu qorxu məndən al. Bu qorxunu məndən uzaqlaşdır. Nə olar, bu panik atak məndən geçsin. Biri vardı, seansda deyirdi ki, mən Allaha gecə-gündüz yalvarıram, dua edirəm, ağlayıram, ilahi, bu qorxu mənim canımdan alacağım. Bu panik atakı məndən uzaqlaşdıracağım. Mən rahat yaşamaq istəyirəm, huzur yaşamaq istəyirəm. Allah deyir, almır. Yerdə var bunlar. Düzdür, bəzən olmur. Çünki insan köklü formada bunu həll edə bilmir. Sadəcə dua ilə həll edə. Dua ilə həll olmaz. Düzdür, əgər bir insanın mənəviyyat baxımı güclüdürsə, mənəviyyatı güclüdürsə, imanı güclüdürsə, Quran oxumağında kömək ola bilər, zikrin də, duanın da, təvəkkülün də. Əgər mən Allaha öz işləmdə vəkil tuturamsa, nədən qorxmalıyım ki? Bəli. Nədən mən qorxu hiss eləməliyəm ki, Allaha təvəkkülüm var, bilirəm ki, Allah məni görür, Allah mənim əməllərimdən, mənim düşüncələrimdən, niyyətimdən xəbərdardır. Hələ spesifik bir qorxu da var ki, rast gəlinən bir haldır ki, məsələn, bir insanın çətinliyi var. Uzun zamanda çətinliyi həll etməyə çalışır, özü çalışır. Həll olunmur və soruşanda ki, və bunun fərqindədir, amma özünü aldadır. Və soruşanda ki, niyə Allaha təvəkkül eləmirsən? Deyir, yox, qorxuram ki, onda lap alınmaz. Çox fərqli bir qorxudur bu. Təvəkkülə inamı yoxdur da, inancı yoxdur. Bəlkə də Allahın onun üçün başqa bir müqəddərat həll eləməsindən qorxur. Nəfs. Nəfs ortaya girir burada. Bəli. Amma burada bir məsələ ki var. Məsələn, o inanc məsələsi elə bir məsələdir ki, o qədər insana Allah bir inancı güclü olsun ki, o özü və Allah'a görsün. Ondan qalanlar ona təsir qoymasın. Mən və Allah varam. Burada təvəkkül o zaman effektiv olur ki, insan çalışır və çalışmaqdan da kənarda Allaha vəkil tutur. Allaha təvəkkül edir. Məsələn, o adətən o insanlarda niyə bu alınmır? O insanlar ancaq nə edirlər? Dua ilə məşğul olurlar. Əməldə bir iş görmürlər. Bəli. Bunun canında qorxu var. Bunda ya fobiyadır, ya panikdir,
ya təşvişdir. Bunda var. Bu praktiki addım atmır. Düşüncəsində, davranışında, duyğularında da dəyişiklik etmir də. Sadəcə deyir ki, mən Allahıma yalvarıram, Allah məndən bunu al, məndən uzaqlaşdır, zikirlər edirəm, dualar edirəm, Quranları oxuyuram, nə bilim, hər nə deyir edirəm. Amma ziyarətlərə hətta gedirəm, amma bu canda var. Çünki sırf dua ilə olmur da. Allah deyir, mən də səni bir hərəkət elə ki, mən də sənə kömək edeyim. Bir addım atmalısan, bir hərəkət edilməlisən. Bəzən də belə olur ha. Məsələn, bir insan panik yaşayır, müəyyən müddət sonra itir bunda. Amma zaman keçir yenə qayıdır. Qayıdıcı olur. Deyir, məsələn, məndə əvvəl vardı, itmişdi, bir müddət yoxdur, yenə qayıtdı. Biz bunu seanslarımızda nə edirik? Bunu idarə etməyin yolunu öyrədirik. Çünki panik elə bir problemdir ki, qayıda bilir. Məsələn, o bir problemlər mümkün qayıtmasın, amma panik qayıda bilir. Müəyyən müddət qorxdum, bir qorxu gəldi, qayıdır. Məsələn, adam vardı ki, bir anlıq mənə məsələn, elə bir nəsə baş verdi, birdən-birə məndə qorxu yarandı, bir anlıq gəldi, yenə panik oldum. Çünki bu əvvəl yaşayıb, bir müddət ötüb, itib bunda, şur altında qalıb bu. Yenə nə vaxtsa qorxub, yenə qayıdıb. Amma bunu idarə eləməyin metodunu biləndən sonra, fərdi təlimlərdə, sensində bunu öyrədirəm ki, insan bunu idarə etməyin yolunu bilsin. Nə vaxtsa qayıtdı, o metodlarla bunu idarə edəndən sonra rahat şəkildə bu keçib gedir, uzaqlaşır bundan. Əsas budur. Yəni, sırf dua ilə bir iş həll olmur. Allah deyir, dua ilə gözəldir. Dua eləmək. Məsələn, dua buna səbəb ola bilər ki, bir insan bunun qarşısına çıxar, bu işdə buna kömək edər. Yaxud bir kitab bunun qabağına çıxar, kitabı oxuyar, öz problemini həll edər. Və yaxud bir təlimə qoşular, o təlim vasitəsindən öz problemini həll edər. Yəni, kobud dillə desək, göydən öz-özünə heç nə düşməyəcək. Heç nə düşmür, əlbəttə. Yəni, bizim elədiyimiz dualar, elədiyimiz təvəssüllər, zikirlər bir vasitədir ki, bunun qarşısı alınsın. Bir yoldur, bir metoddur. Təbii ki, bunlar olmalıdır, hamı bunu etməlidir. Amma yenə deyirəm, sırf buna yox. Gərək bir əməl də olsun, bir tərpəniş də olsun, bir çalışmaqlı da olsun ki, Allah da bir yol açsın, bir qapı açsın. Buna görə bu məsələdə biz sələnkar yanaşmayaq. Bəli. Bəziləri buna pul xərcləmək istəmir. Deyir ki, niyə mən gedib buna pul verim ki? Psixoloq baş gedirəm, psixoloq mənə danışır, mən necə ki? Qabalar bir nəfər keçmiş pasientlərindən biri deyir ki, mən məsələn olub, oğlumda da olub problem, yoldaşımda da olub, yaxınlarında olub. Deyəndə deyir, yox, bunlar boş şeylərdir. Mən özüm bunu həll edəcəyəm. Niyə gedib, onlar psixoloq mənə neyin edəcək ki, danışdım, nə həll olacaq ki? Amma danışmaqla heç bir şey bitmir ki. Sən danışdıqca probleminin kökünü tapırsan və onu həll etməyə çalışırsan və həllin yolunu öyrənirsən. Onda problem həlli tapır. Mən bir ömür əzab yaşayayım, bir ömür qorxunu yaşayayım. Baxın, inanın ki, o insanlara ki, bu qorxu var, bu panik atak var. O insanların rahatlığı olmur ki. Bəli. O insan deyir ki, mən həyatımdan zövq almıram, qazandıqlarımdan zövq almıram. O pul mən olsa mı qazanıram da, o pul əlimə gəlib gedir, o var-dövlət gəlib gedir, o evim, o maşın. Amma həyatımdan zövq almıram. O qorxu qoymur ki, mən zövq alım. O qorxu mənim bütün o əhvalımı pozub. Heç kimə dərdim deyə bilmirəm ki, mən bunu necə həll edeyim. Qapanmışam evə, heç kimlə də ünsiyyət qura bilmirəm. Bunu qoşul, get bir mütəxəssisin yanına, bir dərd və dərman qıl, problem kökünü şəkildə həll olsun, sən də canını qutarsın, həyatından zövq al, zövqlü həyatı yaşa. Və buna, yenə deyirəm, insanlar bunun üçün çalışmalıdırlar. Çox təşəkkür edirik sizə Ramil bəy. Həqiqətən də bir mənalı şəkildə mənfi olmayan, bir mənalı şəkildə müsbət olmayan qorxular haqqında həm təfərrüatlı məlumat verdiniz və faydalı məlumatlar verdiniz. Eləcə də həqiqətən də mənfi kimi görünən bir şeyin içində xilas yolunun və müsbətliyin olması, yekunda da verilişimizin yekununda elə bu cür nöqtə ilə tamamlanması həqiqətən öz özlüyündə çox gözəl haldır ki, narahat tamaşaçılarımızda da çox nikbinlik aşılayacaq və onlar da sizin çıxışınızdan faydalanacaqlar. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir daha minnətdarlığımızı bildiririk, var olasınız. Çox sağ olun, mən sizə təşəkkür edirəm dəvətiniz üçün. Allah sizdən razı olsun. Tamaşaçıları da sözüm budur ki, budur maariflərimizin verilişləri izləsinlər, fikirlərini bildirsinlər yaxşı müsbət mənada. Çünki bu verilişlər onların maariflənmək üçün hazırlanır. Ona görə bu verilişləri qaçırmasınlar. Minnətdarıq sizə, var olasınız. Dəyərli izləyicilərimiz, siz Haqqın Sədası proqramını izləyirdiniz. Mütəallı Allah hər birimizə, qorxularımıza qarşı hər zaman ayıq olmağı, onların səbəblərini çözməyi və sağlam şəkildə gözəl, nikbin və
səmərəli nəticəyə bağlamağa hər birimizə nəsib eləsin. Növbəti buraxılışlardayıq. Allah amanında.